Bu kitabın ərsəyə gəlməsi üçün 30-cu illərdə nəşr olunmağa başlayan qəzetlərin arxivlərindən yararlanmaqla yanaşı, Ağdamlıların xatirələrini də qeyd etmişik. 52 Ağdamlı ilə söhbət etdik. Ancaq onlardan bəziləri heç həmin əraziləri xatırlaya bilmirdilər. Bütün çətinliklərə baxmayaraq istəyimizə nail olduq. Bu bizim mənəvi borcumuzdur. Çünki gənclər informasiya baxımından acdılar. Mən sizin hər birinizə təşəkkür edirəm. Dəvətimizi qəbul edib, belə bir tədbirə qatıldığınıza görə. Ağdam işığına, Qarabağ işığına toplaşdığınıza görə. Bugün mənim üçün bir tərəfdən sevincli gündür. Sevincli gündür ona görə ki, 3 il üzərində çalışdığım, 3 il əziyyətlə, əziyyətlə çalışdığım bir kitabın böyük təqdimatını keçiriyor. Və bu 3 il ərzində çoxsaylı məsələlər, çoxsaylı problemlər, çoxsaylı insanlarla görüşüm olub. Bundan əlavə çoxsaylı mənbələri əldə etmişəm və onu oxumuşam və müəyyən məqamları biz bu kitabda öz əksini tapıb həmin əldə etdiyimiz məlumatlar. Bundan əlavə 32-ci ildən, 1932-ci ildən 1970-ci ilə kimi Ağdamda nəşr olunan Legioru qəzetinin bütün arxivini demək olar ki, səhifə və səhifə vərəqləmişəm, orada maraqlı məlumatları hamısını əldə edib və bu məqamların hamısı qısa surətini çıxarmışam. Bugün bizim ofisdə bəlkə də 1000-dən artıq qısa surət var, Legioru qəzetinin arxivi. Bu günləri görüşdüyüm insanların bəlkə də 180 nəfərdən çox onun içərisində parametrlər müxtəlif rangda olan fəhləsindən tutmuş düz akademik kimi şəxslərin orada səs yazısı və hansı ki o səs yazıların müəyyən bir qismi burada hələ biz istifadə etmişik. Müəyyən mənada biz çalışmışıq ki, nəsə bir məqamdan istifadə edək və sizlərə təqdim edək. Bu günləri bizim üçün ən ciddi problem, ümumiyyətlə bu cəmiyyətimizdə, hamımız üçün və burada danışılan yoldaşlarla mən təşəkkür edirəm ki, bunlar müəyyən mənada bu kitabda mənim irəli sürdüyüm məqamları toxundular, məqam tutdular, fikirləri bildirdilər. Mən hər birisini təşəkkür edirəm, amma bizim bu günləri müəyyən mənada axsadığımız yer, müəyyən mənada çətin olan bir yerimiz istənilən halda Qarabağı tanımağımız və tanıtmağımızdır. Bu günləri biz bəzən elə olur ki, yaddaşlardan silinir. Məsələn, biz bu söyləndi, Ağdam Çörək Muzeyi ilə bağlı 52 nəfər şəxslə görüşmüşdüm mən, 52 şəxslə. Təsəvvür edin ki, bunun xeyli bir qismi həmin o muzeyin girişi hardan onu yadda sala bilmirdi. Niyə bunu görə ki, yaddaşlardan silinirdi? Yəni, bu məqamları biz yaddaşlarda salmalıyıq, xatırlamalıyıq, yazmalıyıq, təbliğ etməliyik. Nə qədər çox biz Qarabağı təbliğ etsək və Qarabağın giriş qapısı sayılan Ağdamı təbliğ etsək, gələcəkdə yayılış qaydandan sonra, artıq onun qədrini qaydandan sonra, o torpaqlara yenidən qayıdıb yaşayandan sonra, o şəhəri bərpa edəndən sonra o yazdıqlarımızı artıq qiymətini onda verəcəyik, onda biləcəyik. Mən düşünürəm ki, bu məqamları biz bundan sonra sizin gəlişinizlə əlavə edeyim ki, sizin gəlişinizlə bu məqamlar ki, var, belə deyək də, fəaliyyətimizə, bizim gördüyümüz işə qiymət veririz, buna görə mən sizə sağ olun deyirəm, təşəkkür edirəm və bir məqamı da qeyd edeyim ki, bugün belə deyək də, bu bizim üçün, mənim üçün şəxsən həm də bir ağırlı və acılı bir gündür. Niyə ona görə ki, biz bu kitabı, Ağdamla bağlı kitabı Ağdamsız təqdim edirik, Ağdam olmayaraqdan təqdim edirik. Amma inan, gəlin belə deyək də, gəlin ümidimizi üzməyə heç olmasa, biz olmasaq da, biz görməsək də, mən inanırım ki, bizim evlatlarımız, bizim nəvələrimiz, nəticələrimiz o torpaqda gedəcək. Bizim yaratdığımız şəhərdən də daha yüksək, daha mötəbər, daha samballı bir şəhər olacaq və nətər deyirlər, bizim o qoyduğumuz mirasa daha yüksək səviyyədə sahib çıxacaqlar. Mən buradan fürsətdən istifadə edib, bu tədbirin təşkilatçıları olan mənim çalışdığım Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasına, o cümlədən çalışdığım Söz Haqqı Müdafiə Fonduna və o cümlədən bizim bu tədbirin təşkilatçıları olan və müəyyən xidmətlər göstərmiş yoldaşlar, dostlar var ki, məsələn, Şirvan Səlməliyevə xüsusi bir xidmət göstərib bu tədbirin təşkilini, o cümlədən kitabın hazırlanmasında. Doktor İnqilab Məmmədov burada əyləşib, mən onu təşəkkürü bildirirəm ki, burada bazarla bağlı məqamlar toxundu. O bazarın bütün detallarını mənə köməkli edən, onu yada salan, onu belə deyək də, o qarış-qarışmənlə bərabər gəzən və daha doğrusu mənim məcbur edib, bu gəzdiyim adamların ən başlıcası İnqilab Həkimi. Mən sizə İnqilab Həkimi təşəkkür edirəm və sizə can sağlığı arzu edirəm ki, bu cür köməklər təkcə siz yox, bütün Ağdamlılar eləsin və gələcəkdə gənclərimizə, gələcəkdə o gənclərimizə lazım ola biləcək informasiyanı biz verə bilək. Çünki bu günləri gənclərimiz müəyyən mənada informasiya baxımından acdır. Və bugün o gənclərimizə qaydacağımız yeri, yurdu hardan başlayacağını, hardan qutaracağını bilmirlər. Biz isə, bizim orta nəsil, yaşlı nəsil isə borcudur ki, bilavasitə o məsələləri həllən nail olsun və bu məsələlərin əlində bilavasitə iştirak edib öz dəstəyini versin. Mən bir daha sizə təşəkkürümü bildirirəm və inanıram ki, məqam gələcək, biz kitabı Ağdamda və daha digər inşallah doğru şəhərlərimizə və yaşayış məntəqələrimizə təqdim edəcəyik. Təşəkkür edirəm bir daha sizə.